200 il sonra yazılan deyənlərə bunlara nə deyə bilərlər? Peyğəmbərimiz sallallahu elə kəlamlar deyib ki, nəyin 200 il sonra? Yəni onlar bəlkə də 500 il, 800, 1000 il sonra ortaya çıxıb. Bu o dəlil deyilmi ki, Peyğəmbərimizin dediyi vəhiydir? Baxın, misal üçün, Peyğəmbərimiz nə deyir? Torpaq Adəm övladın bütünlüklə yeyər. Yalnız büzdüm sümüyündən başqa. Quyruq sümüyü deyirlər. İnsan ondan yaradılmış və ondan da yaradılacaqdır. Peyğəmbərimizin səhih hədisi. Alman Hans Spemann, embriolog həkim nə deyir? Təcrübə ilə yaradılışın büzdüm sümüyündən olduğunu təsdiq etmiş və 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür. 200 il sonra yazılıb, 1935 Peyğəmbərimizlə, yəni bu 1935 neçə il sonra Peyğəmbərimizdən? 1000 il sonra, yəni 200 il sonra yazılmışdır bir hədislər. Peyğəmbərimizin dediyi də vəhidir səhih hədislər. Peyğəmbərimizin belə bir şeyi var idi, ölçsün, insan hansı sümükdən yaranır? Ona görə hədisə şübhə yaraşanlar Allahdan qorxsunlar. Baxın, misal üçün birini deyək. Nə deyir Peyğəmbərimiz səhih hədisdə? Nüftənin üzərindən 42 gecə keçdikdə Allah ona bir mələk göndərər. Ana bətində. O mələk də ona sürət verər. Onun qulağını, gözünü, dərisini, ətini və sümüyünü yaradır Allah Taala. Nə qədər? 42 gün keçəndən sonra. Alimlər isə belə deyir. Gözlər və qulaqlar 7-ci həftədə, yəni 40-cı gündən sonra sürətli şəkildə inkişaf etməyə başlayır. Peyğəmbərimizin belə bir uzusu var idi, baxıb demişdi buna. Nə deyəcəksiniz bu hədislərə? Vəhiy deyilmi bu? Peyğəmbərimizin kəlamları. Bir var Allahın kəlamı vəhiy oxunan, bir də oxunmayan. Yəni, əməl edilir. Buna nə cavab verəcəklər? Yaxşı. Bunu da kənara qoyaq. Nə deyir Allah Rəsulu? Bax, bu çox önəmlidir. Həqiqətən, dənizin altında od və odun da altında dəniz vardır. Səhih hədisə gəlir, Abu Davud rivayət edir. Müasir alimlərin dənizlərin altında 1000 dərəcə ilə ölçülən alovun olduğunu yalnız 1977-ci ilindən bəri kəşf etməyə başlayıblar. Resulullah nə zaman demişdi? Peyğəmbərimizdən 200 il sonra deyənlər. Neçə il sonra kəşf ediblər bunu? 1977. Yəni 1000 ildən çox, düzdür. NASA agentliyi 2019-cu ildə okeanların 660 kilometr dərinliyində magmanın, yəni isti və maye ərintinin olmasını bildiriblər. Resulullah isə bunu nə zaman deyib? Sallallahu aleyhi və səlləm. Hani 200 il sonra yazılmışdı? Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, həqiqətən Adəm oğlundan olan hər bir insan 360 oynaq üzərində yaradılmışdır. Rəqəmə diqqət edin. Sümük cərrahiyyəsi üzrə Amerikada xəstəxananın rəsmi saytında oynaqların 360 ədəd olduğu bildirilmişdir. Nə zaman demişdir Resulullah sallallahu aleyhi ve sellem? Düşünün. Hani bir vəhiy deyildi Peyğəmbərimizin dedikləri? Bu hədislərə nə deyəcəksiniz? Peyğəmbərimiz hardan bilirdi ki, insanda 360 dənə oynaq sümüyü var? Deməli, Peyğəmbərimizin səhih hədisləri də vəhiydir. Daha bir başqa. Allah Teala ərşinin nurundan günəş və ayı yaratdı. Baxın. Onların hər ikisi günəş idi. Cəbraili göndərdi və o qanadının 3 dəfə ayın üzərinə çəkdi. O ay həmin zaman günəş idi. İşığı silindi. Yəni nuru qaldı. Təfsirdə gəlir. İsra surəsi 12-ci ayənin təfsiri. NASA nə deyir? Yəni mütləq biz buna iman gətirmək üçün NASA mı deməlidir bunu? Şübhə gətirirlər ki, bunu necə ola bilər? NASA 1 milyard il bundan öncə ayın vulkanik olduğunu təsdiq edir. Nə deyəcəksiniz buna? Peyğəmbərimiz nə zaman deyib bunu? Amerika Geofizika Birliği bildirir ki, ilk dəfə ay yarananda onun səthi lunar magma okean adlanan ərimiş qaya dənizlə örtülmüşdür. O zaman bunu, ayda bunu kim bilə bilərdi? O zaman belə texnika mı var idi? Yox, yox idi belə bir şey. Ona görə bütün bunlar nəyə göstərir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləri, səhih hədisləri nədir? Vəhidir.